Sabahınız xeyirli olsun değerli izləyicilərimiz. YouTube kanalı, eləcə də Instagram kanalının və Telegram kanalı izləyiciləri. Hər vaxtınız xeyir olsun. Gününüz xeyirli olsun inşallah. Ümid edirəm yaxşısınız. Dünənki siqnallar ümid edirəm bütün izləyicilər üçün əla oldu. Və Azərbaycan Forex və Kripto Peşəkar Traderlər Assosiasiyasının üzvləri 687 nəfər. Nəzər çatdırım ki, dünənki siqnallardan demək biz 8 siqnal, 9-cu siqnal da neftdən gəldi. Həm Brent oil future spotlar, həm də ki crude oil. Hər ikisi satış əməliyyatları ilə mükəmməl nəticə verdi. Birində 110-da satış idi, digərində isə 104-də satışlar idi və hər ikisi mükəmməl nəticə verdi. Və biz demək axırıncı biz paylaşdıq, hansı kanalda paylaşdıq? Buradan tapaq. Axırıncı paylaşdıq demək səviyyələri paylaşdıq. Hansı səviyyələrə qədər qalxacaq? Görüm tapa bilsəm sizə göstərərəm. Yəni qızılın hədəfləri haqqında. Baxın, qızılda yuxarıdakı hədəf 4643, gümüşdə yuxarıdakı hədəf 74-130'lar. Bunu biz Real Trade kanalında paylaşdıq və o da mükəmməl nəticə verdi. Bugün səhər saatlarında satış əməliyyatlarını icra etmişik. Yəni satış əməliyyatlarında gümüşdə də satış əməliyyatları icra etdik, qızılda da. Gümüşdə artıq biz bağladıq. Demək 595 dollarla bağladıq. Hətta satış əməliyyatları verilmişdi. Yəni mükəmməl gəlirlə bağladıq. İndi qızılda da satış əməliyyatları var. Əsasən satışlar 4659-dan gələcək qızılda. Gümüşdə də əsas satışlar demək 73-543'lərdən gələcək. Biz sadəcə olaraq biraz erkən girmişik satışlara. Demək, hədəf olaraq 72-700'lərdir gümüşdə. Qızılda isə hədəflər, yəni ən yaxın hədəfləri nəzərə çatdırım. Ən yaxın hədəfləri demək 4635'lərdir. Yəni nəzərə çatdırım ki, demək bizim izləyicilər tərəddüdlə fikirləşirdilər ki, deyirdilər ki, yazırdılar ki, yəni biraz çox həyəcanlı idilər ki, Qafar müəllim, bəs yazmışsınız qızıl 5000'ə qalxacaq. Yəni yazmışam qızıl 5000'ə qalxacaq. Yəni dediyim kimi sual işarəsi qoymuşdum ki, yəni qalxacaq və biz siqnal kanalında siqnalları paylaşırıq, hansı nöqtələrdə alış-satış. 4724'də də idi. 4700'dən demək 5000'ə belə cəmi 300 dollar qalıb. Yəni bu da qalxanda deyəndə əzizlərim, yəni biraz səbirli olmaq lazımdır. Mən qalxanda deyəndə deməli bu 4400'də idi. Yəni qiymət görün nə qədər qalxıb yuxarı. Yəni 5000'ə də bir şey qalmayıb. Yəni 5000 tam olaraq 5000 üçün qiymətin elə ki, hardasa bir 300 dollar qalxması 5000 tamamlanacaq. Biraz korreksiya verib qalxacaq. Yəni buna görə gün ərzində, bir gün ərzində 4000'dən 5000'ə qədər 1000 dollardır. Bir gün ərzində daha nə oldu bu? Yəni 1000 dollar qalxdı. Belə olsa hamısı multimilyoner olacaq. Ona görə biraz tərəddüd eləmək lazımdır. Yəni biz siqnal kanalında bizə lazım olan hədəfləri tuturuq. Məsələn, səhər saatlarında deməli 100 dollara bir qalxış oldu dünən. Sonra satışlar da biz gəlirlə bağladıq. Yenidən alışlar, yəni nə az nə çox bir 120 dollara bir qalxışlar oldu. Bugün deməli səhər saatlarında 4727'lərə qalxıb, təbii ki, korreksiyadan sonra yenilə hədəflər yuxarı olacaq. Baxaq bugün daha bizə hansı sürprizləri yaşadacaq. Belə, əsasən ən böyük gəlir gümüşdədir. Yəni gümüşə az büdcəsi olanları məsləhət görmürəm, girsinlər. Ev dollara gəldikdə isə ev dollarda alışlarımız qəşəng dünən bay əməliyyatları açıldı, yaxşı gəlirlər verdi. Bugün yəni ümumi istiqamətdə demək hədəf olaraq hər iki hədəf
1.16'lar, 16 yüzlərdə, amma alışlar üçün isə təməl götürüb, yəni yuxarı qalxmaq üçün isə 16 200-dən yuxarı formalaşmalıdır. Satışlar da 1.15 200'lərdəndir. Funtun olan rəqabətinə gəldidə isə, yəni alış və satış nöqtələri nəzər çatdırım. Dünən funt da yaxşı qalxdı. Yəni konkret olaraq alışlar 1.32 700'lər, satışlar isə 1.32 50'lər olacaq. Bitcoin'e gəldidə isə, Bitcoin dünən bizdə deməli biz 10-cu əməliyyatda Bitcoin'in bayından və dünən biz bunları buraya təyin edək. Deməli 8, 9-cu deyək ki neftin satışından yazaq. Neft sell gəlir oldu və 9, 10-cu da Bitcoin buy gəlir oldu. Bu deməli dünənin nəticələri idi. Dünənki nəticələr. Bu dünənki nəticələr idi və biz 10 əməliyyatdan biz paylaşdıq və deməli bu Forex Azərbaycan qrupundakılar, yəni siz bugündən etibarən ödənişli kanallara keçə bilərsiniz. Təbii ki, ödənişli kanallarda əməliyyatları verərik. İstəyirsiniz deməli Super Forex kanalına və Real Trader kanalına, eləcə də Super VIP kanalına. Bu üç kanaldan birinə abunə ola bilərsiniz. Yəni SIP kanalı biraz çox məbləği yüksəkdir, yəni ona yox, yəni ən azından Real Trader'ə və Super Forex-ə abunə ola bilərsiniz. Belə, gəlin keçək biz yenə baxaq görək bugün nələr baş verəcək. Beynəlxalq maliyyə birjasında nələr olacaq və dediyimiz kimi biz baxaq Bitcoin'ə baxaq. Bitcoin'ə nələr baş verəcək? Bitcoin'da biz üç bucağımızı çəkək və gözləyək ki, qiymət bugün 68 500'lərdən alışlara girərik. Satışlar isə yalnız biz 67 200'lərdən girə bilərik uşaqlar. Yəni Ethereum'da da eyni trayektoriyadır. Ethereum'da da biz üst bucaqları müəyyən edək. Alış-satış nöqtələrini nəzər çatdıraq. 2123'dən alışlar uşaqlar, satışlar yalnız 2042'dən gələcək uşaqlar. Buraya qədər korreksiya verə bilər. Yəni əsasən də fokuslanan uşaqların əksəriyyəti fokuslanıb qızıla. Qızılın dünən ümumi olaraq $200 qalxdı. Yəni hətta $210 yaxın qalxdı. Bugün korreksiya verəcəkmi, verməyəcəkmi sualına gəldidə isə biz baxaq, yəni ən azından rahat satışlar üçün biz 4662'ləri gözləməliyik. Ondan aşağı formasında satış verə bilərik. Yəni o satışlar yəni rahat bir şəkildə uşaqlar çox rahatlıqla demək elə bir ki, hardasa 25-28 dollarlıq gəlir verəcək. Yox, əgər buradan aşağı formalaşa bilməsə, alışlarımız 4696'dan gələcək uşaqlar. Belə biz ödənişli Telegram siqnal kanalında dərc edərik bunları, həm gümüş üçün, həm qızıl üçün. Belə hamınıza uğurlar arzulayıram. Siqnal kanalında siqnallarımızı gözləyin. Dediyimiz kimi Forex Azərbaycanda burada kanalında olan 686 nəfər. Demək, mümkünsə WhatsApp nömrəmizə yazın və biz sizi keçirək ya Super VIP-yə, ya da ki Super Forex-ə, ya da ki Real Trader-ə kanalına. Belə özünüzə yaxşı baxın. İnşallah görüşmək ümidi ilə hələlik gününüz xeyirli olsun.